Salamlar, bu video saçımı ilk dəfə açdırıb boya qoymağım haqqındadır və uğursuzluq alınmağı haqqındadır, yəni uğursuzluq. Mən saçımı açıq bənövşəyə elətdirmək istəmişdim və salona bu məqsədlə gəlmişdim və saçım gözləmədiyim bir rəng olmuşdu. Deməli, burada ilk, yəni uğursuzluq saçımı bu hala gətirdilər. Və yəni çox qəribə bir haldaydı. Özləri də bunun fərqində idilər və saçıma ikinci olaraq başqa bir boya qoydu. Məndən icazə almadan səndən qırmızı boya qoyubmuş. Mən açıq bənövşəyə olmağını istəmişdim və bunu nəzərə almadan saçımı bu hala gətirmişlər. Daha sonra mamam geyir maşına minəndə qəşəng olduğunu falan dedilər. Mən heç bəyənməmişdim çünki qırmızı olmağını gözləmirdim və tam bir aydan sonrakı halı. Bir ay sonrakı saçımın halından şey deyirəm sizə, video çəkirəm. Saçımın ucu bu hala düşdü və o istədiyim rəng değildi, amma bəyənmişdim. Yəni bu rəng də problem değildi. Amma belə oldu. Sadəcə mən heç tonika vurmadım. İndi Bakıya gedəndə elə 4 gün sonra uçuram. Bakıya gedəndə o ya da Xatmazı eləmərəm yəqin ki. Bilməm, nəsə eləyəcəm. Hələ ki ağlımda bir şey yoxdur. Amma bunları kəsmək lazımdır. Və bundan sonra kəsmişdim saçımı qısa. Dostlar, mənim saçımın ilk dəfə boyatmağımın üstündən 1 il keçir. Və hal-hazırda o 1-ci kurs halı idi və mən 2-ci kursdayım. Saçımı ondan sonra mən müxtəlif rənglər elədim. Mavi elədim, sonra mavi elədim. Bir də niyə bu qədər rəng sayacaqdım ki? Mavi elədim, amma mavini çox işlətdim. Göyü məsələn dəfələrlə üstünə qoydum çünki xoşuma gəlmişdi. Amma Bardovya qayıtdım. Yəni Bardovu deyəndə qırmızı rəngə yenə qayıtdım və indi saçımdan boyalar axıb və yenə sanki nə bilim heç bir dəyişiklik olmadan yenə eyni saça qayıtdım. Yəni açıq bənövşəni hələ də eləyə bilməmiş bir vəziyyətdəyim, amma bu rəng sevdam, yəni saçıma rəng qoymaq sevdası hələ qurtarmayıb. Nə qədər də ki ətrafımdakı insanlar buna qarşı olsa da mən saçımı yenə rəngləyəcəm. Çünki mən acıq çıxıram. Məktəb vaxtı mən uşaqlıq xəyalım idi saçımı müxtəlif rənglərə boyamaq və saçımı bu dəfə bardov elədim və saçım o qədər indi, yəni hal-hazırda o qədər bir şey vəziyyətdədir ki, yəni ən olmayacaq halda çəkirəm. Yəni boyası axıb gedib. Sizə başqa bir halını qoyacağam bura. Və mən onu demək istəyirəm ki, deməli, bu rəngi bəyənə işlədirəm və mənim saçımda qalmış ən çox rəng bu ola bilər. Yəni ilk saç rəngim, ilk saç boyadıqdan sonraki rəng. Videomu mahnım ilə sonlandırıram. Y así pasan los días y yo desesperando y tú contestando Quizás. Əlavə olaraq bir məlumat da vermək istəyirəm. Yəni bilməm nə əlaqə bu video ilə, amma mən bu mahnını müğənni ilə də oxumuşam. Niyə bilmirəm. Normalda elə bir insan deyiləm. Yəni gedim müğənni ilə mahnı oxuyum. Utanıram da elə şeylərə. Mən ümumiyyətlə çox utancaq bir insan idim 1-ci kursda, amma dəyişdim. Nəysə, o videonu qoyacağam bura elə belə. Quizás. Bravo! Thank you.